Salam əziz izləyicilərimiz. Bu günləri çəkilişimiz deməli Mir Mövsüm Ağa ziyarətgahından Qresə düşən yolun üstündədir. Bağımızın yolu asfaltlı yoldur. 3 sotun içində sənədi paket çıxarış, həyətində filtrli hovuzu. Gəlin rahatçılıqla isə hamısını görsədim. Görürsünüz, ara kəsmə 80 cm qoyulub, rahatçılıqla evin arxa tərəfinə keçmək olur. 3 sotun içindədir. Yəni torpağın da çıxarışı var, evin də çıxarışı var. Gəlin ev içinə daxil olaq. Döşəməsi isti döşəmədir. Daxil olan kimi sağ tərəfdə mətbəxdir. Solda qonaq otağı, yəni zalı. Evin içində 2 sanuzili var, bir dənə də həyətdə var, ayrı-ayrılıqda. Yəni əyaq yolusu. Qazı, suyu, işığı, hər bir şey daimidir. Sayğacları qoyulub. Bura bir yataq otağı. Ev özü ümumilikdə 120 kvadratdır. İkinci yataq otağı. Bu da üçüncü yataq otağı. İpotekaya yararlı. Burada da bir yataq, üzr istəyirəm, sanuzildir, yəni əyaq yolusu. 155.000 manat başlanğıc qiymətdir. Real alıcıya oradan cüzi də olsa endirim olacaq. Sənədi paket çıxarış, yəni torpağın da çıxarışı var, evin də çıxarışı var. Yəni deyirəm, təkrarlayıram, bağımız yerləşir Bir Mövsüm Ağa ziyarətgahından Qresə düşən yolun üstündə. Orada marketin yanından sağa yol var, asfaltlı yoldur. 10 dəqiqəlik məsafəsi var bu bağa, ana yoldan. Çox sağ olun, minnətdaram.